Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan çökə-çökə ayrıldıq biz, gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Qıvrımsaç. Qızımı əvvəl Zibanın oğluna ərə vermək istəyirdim. Amma Şirzat bəyin oğlu onu sevib. Mən də bunu bilməmişəm. Atası da dedi ki, onu sevdiyi oğlana ərə verəcəm. Yəqin bu da Zibaya pis təsir eləyib. Məsələ beləymiş. Ziba acığından belə söz çıxarıb. Ayıb olsun ona, qeybətçi. Yaxşı, unut getsin. Əgər vaxtın olsa, sabah sən də gəl. Elə gəlmişkən qudalarımızla da tanış olarsan. Mən kürəkənin qardaş arvadı ilə yaxınam, yaxşı ailədir. Yox, çox sağ ol. Mən hal-əhval tutmaq üçün zəng eləmişdim. Hələlik sağ ol. Yaxşı, oldu, salamat qal. İlham, qızımın oğurlanmağını hamıya yayıb bizi biabır eləmək istəyirdi, amma alınmadı. İndi söz-söhbət çox yayılmadan toyu tezləşdirmək lazımdır. Alo, Məleykə xanım. Eşidirəm Dilbər bacı. Sabah gələcəksiniz, hə? Biz tələsməliyik. Toyu tez eləmək istəyirik. Sabah səhər gəlin, yaxşı? Yaxşı, oldu Dilbər bacı, gələrəm. Səlim bəyin arvadı Dilbər bacı zəng eləmişdi. Nə üçün zəng eləmişdi? Niyə çağırır ki? Aslanın toyu ilə bağlı. Quda tərəfi kimi məndən danışmaq istəyir. Mənə qalsaydı Aslanın onların qızı ilə evlənməyinə razı olmazdım. Sabah onlara gedib gəlsəm olar? Gedə bilərsən. Yaxşı. Hə, nəsə lazım olsa mənə zəng elə. Oldu. Məleykə. O qadın səhər tezdən səni çağırıb nə danışmaq istəyir? Yenə qapının ağzından qulaq asırdın? Hə, Heç utanmırsan, ana? əgər o qadının ağlı olsaydı, toy məsələsi ilə bağlı mənim kimi dünya görüşdü, yaşlı bir qadınla məsləhətləşərdi. Belə getsə, o qadın məni toya da çağırmayacaq. Neynəsin axı? Elçilikdə Aslanı o ki var pisləmisən. Yəqin fikirləşir ki, gəlib kürəkənimi pisləyib əsəblənimi pozacaq. Onun özü də qəribə adamdır. Varlı kişinin arvadıdır deyə gözü ayağının altını görmür. Həyatda həmişə belələrinin bəxti gətirir. Bizim kimi başı aşağı, sakit adamların bəxti olmur ki. Nə olur olsun, əsas odur qaynım xoşbəxt olsun. Görüm elə qaynın ölsün, qaynsız qalasan. Məni kim öldürmək istəyirdi? Görəsən Samir idi, yoxsa Fərrux? Fərrux dəlixanadadır axı. Amma Samir ola bilər. Banuya görə məndən qisas almaq istəyər. Alo, mənəm. Samiri izlə. Hər bir atdığı addımı bilməliyəm. Başa düşdün? Yaxşı.
Samir. Ey, mənim günahım yoxdur. Axmaq, qardaşımı öldürəcəm deyib bütün şəhərə elan vermisən? Mənim bundan xəbərim olmayıb. O dəqiqə söz-söhbət yayılıb. İnternetdə belə yayılıb. Səlimin böyük oğluna sui-qəsd olunub xəbəri yazılıb. Mən hardan bilərdim? O axmaq qatil səhvə yol verdi. Bura bax, o gicbəsər özanı. Ümid edirəm aradan çıxıb. Yoxsa hər yerdə qatil mənəm deyib lovğalanır. Yox, mən o qədər də axmaq deyiləm. Onu çoxdan şəhərdən çıxartmışam. Narahat olma. Hey, onda özün də şəhərdən çıx get. Kimsə səni tapmasın. Yaxşı, çıxıb gedərəm. Amma mənə pul lazımdır. Hansı işinə görə pul istəyirsən, hə? İşi bitirməmisən, indi də utanmadan pul istəyirsən? Şəhərdən çıxıb getməsəm, sənin üçün çətin olacaq. Pulsuz gedə bilmərəm. Yaxşı, sənə pul verərəm. Amma elə bu dəqiqə buradan yoxa çıxacaqsan. Bir də buralara gəlmə. Pul versən, bir də gözünə görünməyəcəm. Danışdıq. Şəhrizadə ora aparsam da Səma heç nə demədi. Onun gözü önündə səltənət anadan xeyir dua aldıq. Bir söz belə demədi. O doğrudan da yaddaşını itirib, yoxsa bu qədər dözümlüdür? Axı niyə belə eləyir? Bu da anamın saxladığı pullar. Bax indi bütün planlarımı həyata keçirə biləcəm. Sənə mətəl qalmışam, ata. Niyə oğlum? Aslan sənin nüfuzunu ləkələyəcək işlər görsə də ona heç nə demirsən. Aslan namərdlik eləməyib. Amma o düşmənimizin qızı ilə evlənir. Sənsə sakitcə buna razı olursan, ata. Aslan öz andının üstündə durur. And? Hə. O həmin qıza söz verib. Deməli, bir qızı səndən üstün tutur, hə? Sən buna qarışma oğlum. Hər kəsin öz seçimi var. Aslan da öz seçimini eləyib. Mən sənin kimi ataya görə lazım gəlsə 10 qızdan da ayrılardım. Böyük danışma oğlum. Sənin başına hələ belə bir iş gəlməyib. Gəlməsin də. Özünə belə seçim arzulama. Mən Aslanın necə bir vəziyyətdə olduğunu başa düşürəm. Onun üçün indi çox çətindir. Ana, gəlmək olar? Hə qızım. Ana, sabah mağazalara gedib bəzi şeylər almaq istəyirdim. Ona görə mənə pul verə bilərsən. Yaxşı, bu dəqiqə. Vay, Nə olub ana? pul yoxdur ki. Hanı? Hara yoxa çıxıb? Mən hardan bilim ana? Yoxdur? Axı buradaydı. Vay. Bəlkə onu başqa yerə qoymusan. Yox, dəqiq buradaydı. Bu tərəfə qoymuşdum. Mən adətən bu otağa girmirəm ana. Girsəm də çox gec girirəm. Bunu bilirsən ana. Pulu Cavidan götürüb. Nəyə görə? Yenə oyunlara pul qoyub uduzub? Yox,
ondan da pis iş görüb. Qardaşını öldürmək istəyirdi. Buna görə ona pul lazım idi. Doğrudan ana. Ama bilirsən ana, internetdə yazmışdılar ki, Elnura suiqəst təşkil olunub. Yəni deyirsən bunu Cavidan eləyib? Pulun yoxa çıxdığını nəzərə alsaq, deməli Cavidanın işidir. Ana, əgər bu doğru olsa, atam da bundan xəbər tutsa... Sus! Atana bir kəlmə də demə. Yoxsa evdə qiyamət qopar. Mənə də sakitlik lazımdır, heç nə demərəm. Heç vaxt ağlıma da gəlməzdi ki, mən Şirzadla qohum olaram. Böyük oğlumun qatilinin oğluna nəvəmi ərə verirəm. Hə, deməli, dünya bu qədər kiçikdir. Tək bu işin axırı xeyirli olsun. Çox şükür ki, sağ-salamatsan oğlum. Hə, Səni görüb ürəyim sakitləşdi. sağ ol ata. Məni yaman qorxutdun. Hər şey yaxşıdır. Evə gedək ata. Yox. Məni düz başa düş. İndi anamla danışacaq vəziyyətdə deyiləm. Nənəm gəldiyini bilsə, evə girib onunla görüşmədiyinə görə səndən inciyəcək. İndi içəri girsəm yenə qızım, kürəkənim haqqında söhbət açılacaq. Yenə köhnə söhbətlər üzə çıxaracaq. Başa düşürəm. Mənim üçün indi əsas odur ki, bacın xoşbəxt olsun. Başqa heç nə düşünmürəm. Ata, Aslan pis oğlan deyil. Ümid eləyirəm ki, bacımla xoşbəxt olacaqlar. Hə, inşallah dediyin kimi olsun. Hər şey gözlənilmədən baş verdi. Kimin ateş açdığını bilmədim. Alçaq. Kimdən şübhələnirsənsə mənə de. Onu qanına qəltan eləyərəm. Yox, birdən təxminim düz olmaz. Amma bir şübhəli adam var. O kimdir ki? Samir. Nə? Niyə o? O buradan qovulub. Nənəm ona öz yerini göstərib. Düz deyirsən. Ona kim icazə verib ki, Süleymanovların yanında gəzsin? Bəlkə buna görə məndən qisas almaq istəyib ata. Bilmirəm. Amma dəqiq bilmirəm. Sadəcə təxmin eləyirəm. Yaxşı, bunu özüm yoxlayıb Oldu dəqiqləşdirəcəm. ata. Salamat qal. Gəlinimə salam de. Yaxşı. Özündən muğayət. Yaxşı. Hələlik, sağ ol. Cavidan, Hə ana, hardan gəlirsən? işlərimlə bağlı çıxmışdım. Nə işdə elə? Bilsəm olar? Bir dostumla görüşməyə getmişdim. Təsadüfən Elnur'u öldürmək məsələsi deyil. Hə? Hardan bildin? Axmaq. Dostuna evdən pul oğurlayıb verdin, hə? Ana, mən... Səfi. O da işin öhdəsindən gələ bilmədi. Hə, bağışla. Sən necə belə axmaq ola bilərsən, hə? Niyə onu güllə ilə öldürmək istədin? Mən yox. O adamı Nuru tapmışdı. Yaxşı ki, buna ağlınız çatıb. Hı? Əgər birdən Nuru ələ keçsə, səni satacaq. Ona pul verib rayona göndərdim. Məsələ sakitləşənə qədər orada yaşayacaq. Sakitləşməyəcək. Sən atanı tanımırsan? Elnur onun sevimli böyük oğludur. Onun canına qəsd eləyən adamı tapmayana qədər sakit olmayacaq. Hə, amma o Nurunu tapa bilməyəcək. Bunu bilmək olmaz. İşi təmiz görmək lazım idi. Bir halda köftəsindən gələ bilməyəcəkdi. Niyə məsləhətləşmədin?
Nuru öhdəsindən gələcəyinə söz vermişdi. Onun yolladığı adam hər şeyi korladı. Elnurun əcəli çatmayıb da. Bir-iki həftəyə hamı sakitləşər ana. Qulaq as. Atana heç nə hiss elətdirmə. Əgər o xəbər tutsa, səni parça-parça eləyər. Heç oğlu olduğuna da baxmaz. Atanın Elnur'u necə çox istədiyini bilirsən də? Bütün problemlər də bundadır da ana. Əgər o ikimizə də eyni gözlə baxsaydı, mən onu öldürmək istəməzdim. Nədir? Onun buynuzu var? Sakit ol. Özünü ələ al. Sirrini ifşa eləmə. Əsas odur, sənin tapdığın o axmaqlar da sakit dursunlar. Narahat olma. Yaxşı get, dincəl. Yaxşı. Salam əleyküm. Zəng eləyən kimi dərhal gəldim. Nəsə olub? Səndən bir şey soruşacağım. Amma mənə düzünü de. Buyurun, sizi eşidirəm. Oğlumun canına sən qəsd eləmisən? Yox. Niyə ona qəsd eləməliyəm ki? Gəlinimlə evlənmək istədiyin üçün. Yox, mən artıq sizlə dostlaşmışam. Bir də ki, öz dostumun ayağına balta vurmaram. Bu sözün kişi sözüdür. Ümid eləyirəm doğru deyirsən. Sizə düzünü dedim, Səlim bəy. Elnur'u öldürməyi heç düşünməmişəm də. Aydındır. Mən hələlik sənə inandım. Amma bununla bağlı axtarışa məlumat vermişəm. Əgər birdən sənin bu işdə əlin olsa, məndən yaxşılıq gözləmə. Bu məsələdə vicdanım rahatdır. Buna görə narahat olmayın. Oldu. Dediyim işi tez həll elə. Baş üstə. Hesab eləyin ki, bu iş çoxdan həll olunub. Elnur'u öldürüb Banu'ya sahip çıxmaq pis fikir deyil. Səlim bəy, siz mənə yeni ideya verdiniz. Yaxşı, hələlik Aslan məsələsini həll edeyim. Sonra bu barədə fikirləşərəm. Səma? Gəl. Sevgilim. Elnur, mən nə vaxta kimi buna dözməliyəm? Səni nə vaxta kimi gözləyəcəm? Çox az qaldı. Biraz səbr elə, yaxşı? Hər şey əla olacaq. Sonra məndən evlənəcəksən, hə? Əlbəttə. Qoy Banudan boşanam. Onu evdən qovacağıq. Bilirsən, mən səni çox sevirəm, çox. Mən də səni əzizim. Mən sənsiz yaşaya bilmirəm. Banu sənin dırnağına belə dəyməz. Doğrudan? Biz səndən çox xoşbəxt olacağıq. Vay, Elnur. Ləçər, Banu, sakitləş. Özünü ələ al. Sənə hər şeyi başa salaram. nəyi başa salacaqsan? Bu ifritəni niyə evimizə gətirdiyini, bir yerdə oturub nə danışdığınızı? Banu, özünü ələ al da. Əzizim, sakit ol. İndi hər şeyi izah eləyərəm, yaxşı? Mən sənə nifrət eləyirəm. Səni isə öz əllərimlə boğub öldürəcəm. Bildin? Öldürəcəm səni. Hər şey sona çatdı. İndi dəqiq sona çatdı. Mən hər şeyə nöqtə qoyacağam. Səndən üz döndərəcəm Aslan. Artıq mənim üçün ölmüsən.
Səma, Başa düşmədim. Burada nə işin var? bir vacib işin öhdəsindən gəlməlisən. Mənə diqqətlə qulaq as. Çox vacib məsələdir. Yerin rahatdır? Buyur. Hə, darıxmırsan ki. Yox. Amma pis yaşamırsan ha dostum. Evdə olmasan da soyuducun doludur. Öz qədrini bilirsən. Elədir. Amma dispanserdə çox güclü nəzarətə öyrəşmişdim. Azadlıqda adam biraz qəribə olur. Nədir? Yenə ora qayıtmaq istəyirsən? Yox əşi. Fərrux, işə nə vaxt başlayacaqsan? Fikirləşirəm mənə biraz vaxt lazımdır. Əvvəlcə plan qurmalıyam. Bilirsən, plansız iş görmək olmur. Gözləməyə vaxt yoxdur. Artıq sabah işə başlamalısan. Əgər öhdəsindən gələ bilməsən, kəllən gedəcək. Açıq aydın de. Öhdəsindən gələ bilməyəcəksənsə, onda səni gəldiyin yerə aparıb qoya bilərəm. Öhdəsindən gələcəm. Özüm də qisas odu ilə alışıb yanıram. Amma əvvəlcə Aslanın harda olduğunu, nə iş gördüyünü, bunu dəqiqləşdirməliyəm. Sonra işə başlayacağam. Hə, bu başqa məsələ. Bax, sabah səndən nəticə gözləyəcəm. Əlbəttə nəticə olacaq. Sözüm sözdür. Yaxşı, sabaha qədər. Deyir kəlləm gedəcək, hələ sənin də növbən gələcək. Hamınızın başını bir-bir üzəcəm. Oldu, gecən xeyrə qalsın. Başa düşmədim. Yəni yuxum bu qədər tez gerçək oldu? Yox! Bu heç vaxt ola bilməz! Banu, özünü ələ al. Sən gecə vaxtı Səmanın otağında nə gəzirsən? Mən ona iş tapşırırdım. İşi gərək otağında tapşırasan. Bura çağırıb iş tapşırsan olmaz. Sən indi məni başa düşmürsən. Fikirləşdiyin kimi deyil, inan. Eynilə yuxumdakı kimi oldu. Nə yuxu, sən nə danışırsan? Nədir sən? Toy günü səni atıb gedən qızla mənə xəyanət eləyirsən? Banu, deyirəm fikirləşdiyin kimi deyil. Otağa girək, orada hər şeyi danışaq. Yox, mən hər şeyi düz başa düşdüm. Hər şeyi düz başa Dedim, düşdüm. otağa gir, orada danışaq. Otağa getməyəcəm. Sən onu boş yerə bura gətirməmsən, hə? Nədir? Bir evin içində mənə onunla xəyanət eləmək istəyirsən? Danışığına fikir ver, Banu. Nəyə fikir verim? Nə olub? Hər şey yaxşıdır. Yox, yaxşı deyil. Ay sənin ləçər. Ərim şikəst olanda onu atıb getdim. İndi də boynundan asılırsan. Banu. Siz səhv fikirləşirsiniz. Mən heç vaxt ərimi sənə Banu, verməyəcəm. Başa Banu, düşdün? sakit olun. Bura gəl. Bəsdir, neynirsən? Banu, sakitləş. məni. Banu, dayan. Səni öldürəcəm. Bura Banu, gəl. bəsdir. Bırak Banu, yeter. özünü ələ İndirsene al. başa Niyə salarım. belə edirsən? Elimden Bəsdir. kurtarabilmeyeceksen Yaxşı, dayan. öldüreceğim Bəsdir. seni. Sən neynirsən Ben axı? bilirdim erime Yaxşı, çoktan göz sakitləş dedim. koymuşsan. Banu, Bilirdim özünü ələ al. bilmeyeceğim. Bırak onu. Əl çək ondan, Banu. Seni öldüreceğim. Çəkil dedim. Belki onda canım Banu, senden bəsdir. tutarsa. Banu, bırak onu. Eşitmirsən Gözünün içine məni? bak. Erime Banu, elimden sakitləş. almak isteyirdi. Bəsdir dedim. Hemen yaramaz. Yaramaz. Sakitləş. Bırak onu. Sən neynirsən axı? Lazım deyil. Sakitləş kızım. Öldüreceğim. Bırak öldüreceğim ben seni. Bırak. Defol gözünü Tez onu içəri apar. Tez Banu, özünü ələ al. Belə olmaz. Yaxşı. Banu. Sonra öldürersen. Bırak. Yaxşı qızım, yaxşı. Öldüreceğim onu. Ulduz dedim ki, onu içəri apar. Sonra öldürersin. Apar içəri. Öldüreceğim onu. Kızım, sakit ol. Gel kızım, gel. Sakitləş. Özünü ələ al. Hər şey yaxşı olacaq. Dur, gəl, gedək. Gedək. Gəl aşağı düşək. Gedək kızım. Ehtiyatlı ol. Gedək. Ay Allah. Bir anın içində aranı qatıb dava saldılar. Nə oldu? Banu. Nə dedi sənə? Niyə saç yolduya çıxmışdınız?
İkinci oğlumuz evlənir, ay arvad. Bizi ayıran xainin qızı ilə. Sərt davranaraq Aslanı fikrindən döndərməyə çalışdım. Hər şeyə görə özüm günahkaram. Onun yanında olmadım. Amma bir tərəfdən sevinirəm də. O andının üstündə durmağa çalışır. Elnur onun otağından çıxırdı. O benim yanımda yok idi. Onun otağından çıxırdı. Öz gözlerimle gördüm. Bilirəm qızım, bilirəm. Ərin xəyanətinə dözmək asan deyil mənim balam. Nene, ben elə gəlir ki öləcəm. Amma Elnur belə xəyanət eləyən oğlan deyil. Bunu mənim nəvəm olduğu üçün demirəm. Onda benim gördüklerim neydi nenecan? Bəlkə ərin ona iş tapşırırmış. Buna inanmıram. Özün fikirləş. Səma Babəkərə gedir. Elnurla münasibət qurmaq onun nəyinə lazımdır? Erimin mövqeyi Babək'ten daha üstündü. Amma tezliklə onların toyu olacaq. O rüsvay olsa, Babək də ondan üz döndərsə, hər şey alt üst olacaq axı. Bu barədə fikirləşdin? Sema belə asanlıqla el çeken kız değil. Sən bunu hardan bilirsən? Bilirsen, yadındadır. O toy günü kaçıp gitmişti axı. Ona göre de düşünürəm ki o hiç neden çekinmir. Hə, aydındır. Nenecan, onu bu eve Elnur götürüp gelip. Bence onların arasında nəsə var. Amma mən bugünə qədər onların arasında şübhəli nəsə hiss eləməmişəm. Mən çox diqqətli insanam. Bilmirəm. Ama benim ürəyim heç rahat değil. İndi mən sənə bir məsləhət verəcəm. Qızım, sən hər an ərindən şübhələnmə. Ərinin əsəblərini pozma. Onsuz da kişilər üçün çox çətindir. Rəhmətlik anam mənə cavan vaxtı deyərdi ki, ərin küçədən gələndə onu təbəssümlə, xoş üzlə qarşılamalısan. Səbəbini soruşanda deyirdi ki, evdən bayırda dünya çətinliklərlə doludur. Kişi isə hər şeyi ürəyinə salır. Bizim kimi dərdini danışıb ağlamır. Əgər ərinlə səmanın arasında nəsə olsaydı, mən bunu hiss eləyərdim. Çünki o qız toy günü Elnuru atıb gedib. Bu qürur məsələsidir. Sən ərinin qürurunu qoruyub saxlamısan. Cəmaatın əlil olduğu üçün qız onu atıb getdi söhbətinə, Elnur heç vaxt dözə bilməzdi. Ruhən sınıb məhv olardı. Heç sağalmazdı da. Elnur isə imanlı oğlandı. O bunu heç vaxt unutmayacaq. Hər bir kişi qüruru ilə bağlı məsələni heç vaxt unutmur. Mənə böhtan attı. Benim günahım yoktu. Bilirəm. Buna görə də toyu tez eləsən yaxşıdır. Ben herkesten, her şeyden bezmişim. Her şeyden. Ağlama.
Toyumuz olan kimi səni buradan götürüb aparacağam. Ama Səltənət ana deyirdi ki, burada qalacaqsınız. Yox, narahat olma. Səni bu evdən götürüb aparacağam. Səma, mən sakit həyat yaşamağımızı istəyirəm. Səma, sənin bu gözlərindən daha göz yaşı axmağını istəmirəm. Yaxşı. Səma, mən həmişə sənin yanında olacağam. Səni özüm qoruyacağam. Məni çağırmışdın, nənə. Keç otur görüm. Sən gecə vaxtı Səmanın otağında neynirdin? Ona iş tapşırırdım, nənə. Banu düz deyib. Bala, qapının ağzında dayanıb onu bayıra çağırıb iş tapşıra bilməzdin? Ay nənə, düzünü desəm, mənim ağlıma pis bir fikir gəlməmişdi. Qapını döydüm, eşitmədi. Sonra məcbur oldum, içəri girib onu çağırdım. İçəri girəndə Səma oturub ağlayırdı. Soruşdum ki, bir kömək lazımdır. O da dedi, yox. Sonra isə demək istədiyim işi tapşırdım və çıxıb getdim. Dedim ki, Banu'nun xoşladığı içkidən hazırlayıb otağımıza gətirsin. Fikirləşdim ki, gecə oyananda su əvəzinə onu içər. Məsələ belə olub? Hə, eynən belə olub, nənə. Hə, cavanlar. Banu eyni ilə mənim kimi qısqancdır. O dəqiqə səhv başa düşüb. Mən də buna çox təəccübləndim, nənə. Banu'nun bu qədər qısqanc olduğunu düşünmürdüm. Yaxşı. Onda sən elə o içkidən sifariş ver. Banu'ya vəziyyəti izah eləyib onunla barış, oğlum. Yaxşı, oldu, nənə. Bir də bundan sonra Səmanın otağına girmə. O da qızdır. Üstəlik bu yaxınlarda Babəkə ərə gedəcək. O da bir kişidir. Onun da qüruru var. Toy ərəfəsi boş yerə dava çıxmasın, oğlum. Bağışla, nənə. Bir də təkrarlanmayacaq. Gecən xeyrə qalsın. Hə, Banu, sən necə də qısqancsan. Səma elə qız deyil, Ulduz. O Elnura ərə getmək istəmədi, qaçıb getdi. Nədir, indi təzədən ona göz qoyacaq? Nə bilmək olar? Elnur artıq sağalı bay kişi. Özdə varlı bir oğlandı. Atası hədiyyə verdiyi maşını görmüsən? O sarıbaş Səmanın da gözü onu görüb də. Yox. Mənasız söhbətlər danışma, bəsdir. Mən nə var onu deyirəm ay kişi. Səma üçün əsas odur ki, oğlanın pulu olsun. O dəqiq onu yoldan çıxaracaq. Bağışla məni, amma bacın da belə idi də. Hey, heç olmasa bacımı qəbirdə rahat burax. Səma elə qız deyil. Sən hardan bilirsən? Kişi qadının yaxşı və ya pis olduğunu hardan biləcək? Elə o Səmanın anası varlı adamı yoldan çıxarmamışdı. Bacından danışanda o dəqiqə əsəbləşirsən. Bura bax. Görür ki, Banu var dövlət içində xoşbəxt yaşayır. Əri sağalıb şirkətdə işləyir, zəngin adamdır. Ona görə də o sarısaç qısqanıb. Bunların hamısını görəndən sonra Səmanın fikri dəyişib. Nə bilim, dəqiq nəsə demək çox çətindir.
Mənə bax, sənə yenə nə qədər sübut lazımdır? O lal gecə vaxtı, Səmanın otağında nə iş görürdü? Niyə onun otağından çıxırdı? Əşi, bəsdi görək. Elnur elə oğlan deyil. Murad, adamın xasiyyətini bilmək Yəqin olmur. nəsə işi var imiş. Nə? Gecə vaxtı nə işi var idi? Nə iş olduğunu mən yaxşı bilirəm. Tez Səmanı ərə verib buradan göndərmək lazımdır. Vəssalam bir dəfəlik. Mənə yox demə. Yox demə mənə. Sənin kimi şeytan qadınla yaşamağım mənim Əcəb üçün... olub. Al, bunu sənə gətirmişəm. İçmirəm. Yaxşı. Səmanın otağına girməyimin səbəbi? Bax, bu içki idi, əzizim. Sən bu içkini xoşlayırsan axı. Bildim ki, gecə içmək istəyəndə mətbəxə gedəcəksən. Ona görə Səmaya demək istəyirdim ki, hazırlayıb otağımıza gətirsin. Doğrudan? Hə. Qapının ağzından çağırdım, çıxmadı. Sonra otağına girib deməyə məcbur oldum. Doğrudan belə olub? Hə. Budur. Səmaya demədən sifariş verib gətirdim. Yalan demirsən ki. Mənim anama atam böhtan atıb ki, xəyanət eləmsən. Elə anamı da bu böhtan öldürüb. Bunu sənə əvvəl də demişdim, Banu. Xəyanətə görə əziyyət görən adam heç vaxt başqasına xəyanət eləməz. Çünki xəyanət ağrısının necə dəhşətli olduğunu çox yaxşı bilirəm. Hamıdan yaxşı bilirəm. Məni bağışla. Üzr istəyirəm. Eybi yox. Hə, içirsən? Məni fikirləşdiyin üçün çox sağ ol. Dəyməz. Fərrux, Aslan, necəsən? Yaxşısan? sən necəsən, yaxşısan? Dəlixanadan nə vaxt çıxmısan, ha? Elə bu yaxınlarda 3-4 gün olar. Dünya necə də kiçikdir. Uşaqlıq dostumla tanımadığım yad bir yerdə qarşılaşdım. Hər şey yaxşıdır? Hə, Normal dostlar kimi tez-tez əlaqə saxla. yaxşı, Aslan. Bura gəl səni bir də qucaqlayım. Sənin üçün darıxmışdım. Mən bunu eləməyə məcbur oldum. Bağışla, yaxşı? Aslan, Niyə? bağışla, Niyə? bağışla məni. Nəyə görə? Mən sənə neynəmişdim? Məni bağışla. Məcbur oldum. Mənə bunu eləməyi tapşırdılar. Kim? Səma. 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 Səma.
Mahnı oxuya bilmirsən, hə? Hə, mahnı oxumağı sən yaxşı bacarırsan. Mən mahnı oxumuram axı. Nədir, yoxsa mən oxuyuram? Səma, mənim sənə ciddi bir sualım var. Yaxşı, o ciddi sualın nədir elə? Birdən, Birdən? düzdür, mənim ölməyə fikrim yoxdur. Birdən mən ölsəm, Ey, elə sözlər danışma. niyə? Mən sənsiz Hə, yaşaya bilmərəm. Səma. Mən söz vermişəm. Səma, Biz birgə qoşa qarıyacağıq. yaxşı. Bunu eləməyə çalışarıq. Çalışarıq deyirsən? Çalışarıq. Amma nə vaxtsa tale bizi ayırmaq istəsə, ölüm anımda mütləq sənin qapının ağzına gələcəm. Səncə çox danışmırsan? Onda belə eləyib can verəcəm. Bəsdir aslan. Sən yenə belə elədin? Mənə çat görüm. Dayan Hə, gəl. görüm. İndi səni tutacağım. Səma. 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 Mən gəldim. Serial Space televiziyasının sifarişi ilə birləşir. Söndü gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. Oxuşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.